Dünən yenə deyirəm, sosial şəbəkələrdə bir nəfərin çıxışını gördüm. O bir nəfər adını bilirsiniz. Deyirəm, yenə də hicab məsələsini gündəmə gətiriblər. Bax, diqqət yetirin. Mömin mənəvi dəyərləri qoruyub, mənəvi dəyərlərə qarşı çıxanlarla mütləq və mütləq həmin sosial şəbəkədə cavab verməlidir. Mütləq cavab verməlidir. Cavabları kifayət qədər, belə desək də, tutarlı olmalıdır. Və mən bilirəm, əminəm ki, cavab verənlər var. Amma çox təəssüflər olsun, azdır. Səidə Bəkir qızı. Övladlarınızı məcbur etməyin. 21-ci əsrdir, yüksək texnologiyalar əsridir. Allahın birinci buyurduğu ondan ibarətdir ki, elmli olmalısan, oxumalısan. Amma bugün bəziləri hicaba görə övladlarını elmdən uzaqlaşdırır. Dəyər mi, dəyməz? Çünki bu insana çörək vermir. İnsana onun altında olan, başının içərisindəki çörəyi verir. Hicab barəsində qızlarımızın güya evdə məcburən hicab bağlamalarına qarşı çıxır. Əvvəla budur ki, heç kim qızlarımızı evdə ata və ana məcbur eləmir ki, hicab bağlasın. Mən öz misalımı getirəcəm. Gördüyümü və yaşadığım misalını istəyirəm götürəm. Sonra yavaş-yavaş cavab veriləcək. Allah bütün balaları hifz eləsin. Mənim də qızım var. Mənim qızım 4 yaşından özü hicab bağlayıb. 4 yaşından uşaq görüb bağlayıb. Heç vaxt ona məcbur olunmayıb ki, qızım sən hicab bağlamalısan. 4 yaşında vacib uşağa məcbur, vacib hicab yox. 9-10 yaşından sonra vacib. Hətta buluğa çatandan sonra. Yəni 4 yaşında bir qız uşağı özü bağlayıb. Mən ailələr tanıyıram ki, mömin namaz qılan ailələr tanıyıram ki, 2 dənə, 3 dənə qızı var. Qızın ikisi bağlayır, məcbur olunmayıb ha. Məcbur olunmayıb. Amma biri bağlanmır. İstəmir, bağlanır. Ailələrdə heç kim məcbur eləmir. Bu birinci məsələ. İkinci məsələ. O qədər problemlər var ki, bugün yeniyetmələr arasında. Nədir problemlər? Yeniyetmələr 13-14 yaşında narkotika uyuşan, narkotika meyilli olan və narkotik çəkənlər, yəni o insanlar var, onlarla mübarizə aparır. Onların problemləri cəmiyyətdə, o problemləri həll eləmək lazımdır. O qədər bir uşaq problemləri var ki, o qədər psixoloji gərginliklər var ki, bu uşaqlarda. Elə bir dənə hicabını mı görürsünüz? Hicab problem deyil. Bugün uşaqların, yeniyetmə uşaqların, qız uşaqlarının məxsusən də hicablı məktəblərə gedilməsi həmin xanım deyimmi, bir vətəndaş deyimmi bilmirəm, o insan təhrik eləyir insanlara ki, hicablarınızı açın və hicab düşmənlərinə olanların əlinə bayraq verir və belə desək də qaşınmayan yerdən qan çıxartmaq istəyirlər. Hicab Allahın, hicab Qur'anın, hicab xanım Zəhranın, hicab Peyğəmbərin və Peyğəmbərin Əhl-i Beytin əmirləri və bu əmirlərə tabi olmaq üçün bir nümunəvi əməldir. Yəni, bu insanlar ki, bunu sövq edirlər ki, hicab bağlamayaq, yəni bugün məktəblərdə hamısı bağlayır, şükür Allah, problem yoxdur. Problem olmayan bir yerdə, niyə görə bugün cəmiyyətə, sabit Azərbaycan cəmiyyətinə o problemi açmaq istəyirsiniz? Niyə? Sakitdir Azərbaycan ona görə. Azərbaycanda daha müharibə yoxdur ona görə. Azərbaycanda insanlar öz həyatlarını, vəziyyətimiz çətin də olsa bəzi məsələlərdə, amma sabit olan bir cəmiyyətdə yenə də sabitsizliyimi sövq elim. Bu insanlar, belə demək olar ki, Azərbaycan sabitliyini sevmirlər. Bu insanlar ancaq çaxlaşmaq üçün Azərbaycanda, ancaq çaxlaşmaq üçün və insanları bir-birinə qarşı qoysunlar. Buna yol vermək olmaz. Və həmin o insanlar, lazımi qurumlar,
lazımi yerdə, lazımi vaxtda hərəkət eləsələr, bu şəxslər bu hərəkət etməməlidirlər. Onun qabağı mütləq və mütləq alınmalıdır ki, fəsad yaranmasın.